Salam dəyərli izləyicilər, dəyərli abituriyentlər. Hər vaxtınız xeyirli olsun. Bugünkü sınaq izahımız Güvənin 20 sınağının 4-cü sınağı olacaq. Gəlin, vaxt itirmədən başlayaq suallarımızın izahına. Birinci sualda qeyd olunur ki, Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. 12-ci saat qurşağı və 24-cü saat qurşağı. Biz bilirik ki, 12-ci saat qurşağı yerləşir 180 dərəcəlik meridianda, yəni beynəlxalq təqvim dəyişmə xəttində. Bunu necə tapırıq? 12-ni 15-ə vurmaqla. 24-cü və yaxud 0-cı saat qurşağı isə Greenwich xətti üzərində, yəni 0-cı meridian üzərində yerləşir. Bu aydın məsələdir. İndi biz bu 2 saat qurşağına hər ikisinə uyğun olan cavab bəndini götürməliyik. A-da qeyd olunur ki, London şəhəri yerləşir. London şəhəri biz bilirik ki, Greenwich xətti üzərində yerləşir. Deməli, 24-cü saat qurşağına uyğun gələcək. 12-ci saat qurşağına yox. Onun üçün A-nı çıxarıq. B-də qeyd olunur ki, qərb sərhədi ilə şərq sərhədi arasında 60 dərəcəlik fərq var. Xeyr, biz bilirik ki, bütün saat qurşaqlarının qərb və şərq sərhədləri arasında 15 dərəcəlik fərq olur. Yəni, saat qurşağının orta meridianından 7,5 dərəcə qərbə və 7,5 dərəcə şərqə olmaqla. Deməli, bu da yanlışdır. C-də qeyd olunur ki, orta meridianı ilə Bakı şəhərinin yerləşdiyi meridian arasındakı yerli vaxt 3 saat 20 dəqiqə təşkil edir. Biz bunu da bilirik ki, 3 saat 20 dəqiqəni dərəcəyə necə çevirərik? 3 vurarıq 15-ə edər 45, 20 dəqiqəni də 4-ə bölməklə 5 dərəcə taparıq. Deməli, 3 saat 20 dəqiqə 50 dərəcədir. Və Bakı şəhəri də Greenwichdən 50 dərəcə fərqdə yerləşir. Deməli, bu 12-ci saat qurşağına 180 dərəcəyə aid olmayacaq. Onun üçün C bəndi də yanlışdır. Atlantik və Şimal buzlu okeanlar yerləşir. Deməli, 12-ci saat qurşağı sakit və Şimal buzlu okeanları kəsir, Atlantik okeanları deyil. 24-cü saat qurşağı isə Atlantik və Şimal buzlu okeanları. Deməli, D də yanlışdır, bu da ümumi deyil. Y-də qeyd olunur ki, Avrasiya materiki yerləşir. Bəli, Avrasiya materiki hər iki saat qurşağında yerləşir. 24-cü saat qurşağı Avropanı kəsir. 12-ci saat qurşağı, yəni 180 dərəcəlik meridian isə Asiyanı. Yəni, bu hər iki qitə Avrasiya materiki hesab olunur. Deməli, birinci sualın düzgün cavabı olacaq Y bəndi. Keçək ikinci suala. Qeyd olunur ki, aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Tibet yaylası Tian Shan və Kunlun Shan dağları ilə əhatələnir. Deməli, məntəqəmiz Asiya qitəsində yerləşir. 2. Qədim platformada yerləşməsinə baxmayaraq, zəlzələ və müasir dağ əmələ gəlməz zonalarına aid edilir. Aha, baxın, bu çox maraqlı məqamdır. Və qeyd olunur ki, 3-də Asiyanın ən alçaq ərazilərindən biri olan Turfan çökəkliyi burada yerləşir. Baxın, dəyərli dostlar, biz bilirik ki, Turfan çökəkliyi yerləşir Tarım çökəkliyində. Həmçinin Tarım çökəkliyi Tibet yaylası Tian Shan Kunlun dağları ilə əhatə olunur, bəli, düzgündür. Və qədim platformada olmasına baxmayaraq, müasir dağ əmələ gəlmə zonalarına aid edilir. Deməli, ikinci sualımızın düzgün cavabı olacaq C bəndi. Təxminən Mərkəzi Asiyaya düşür. Üçüncü sualda qeyd olunur, Azərbaycanla bağlı doğru fikirləri müəyyən edin. Baxaq. Ərazinin təxminən 5/4 hissəsi Kaynozoy çöküntüləri ilə örtülüb. Bəli, bu düzgündür. Yüksək dağlıq ərazilərdə təbaşir, orta dağlıq ərazilərdə isə Yura. Baxın, əksinə. Yüksək dağlıqda Yura, orta dağlıqda isə təbaşir üstünlük təşkil edir. Deməli, 2 yanlışdır. Ən az sahə tutan tektonik zonalar Ön Qafqaz çökməsi və Araz-Cavan platformasıdır. Bəli, bu düzgündür. Amma burada bir şeyə diqqət edin. Burada Araz-Cavan platforması sözü ümumiyyətlə yanlışdır. Araz tektonik əyilmə zonası götürə bilərik. Çünki Azərbaycan arasında cavan platforma yoxdur. Biz bilirik, cavan platformalar Qərbi Sibir, Ön Qafqaz və Turan ovalıqlarıdır. Deməli, 3 düzgün oldu. Bu hər iki tektonik zona ən az sahə tutan tektonik zonalardır. 4-də qeyd olunur ki, düzənliklərin dağlıq ərazilərdə olan sərhədləri tektonik sınmalar boyunca keçir. Bəli, düzənlik və dağlar arasında əsasən tektonik sınma zonaları yerləşir. 5-də qeyd olunur ki, Mezozoyan Trias çöküntülərinə daha çox Ceyrançöl və Abşeronda rast gəlinir. Baxın, dəyərli izləyicilər, Trias çöküntüləri təkcə Dərələyəzdədir, Naxçıvanda.
Başqa ərazilərimizdə rast gəlmir. Onun üçün 5 yanlış. Dağlıq ərazilərin geoloji quruluşu sadə. Əksinə, dağlıq ərazilərin geoloji quruluşu mürəkkəb. Düzənliklərin isə sadə olmalıdır. Burada isə əksi verilib. Deməli, 6 da yanlışdır. 1, 3 və 4 düzgün cavab alacaq 3-cü sualda A variantı. Keçək 4-cü suala. Qeyd olunur ki, deməli, qurun törtüyünü təsvir edən şərti işarələrdən deyil. Biz bilirik ki, qurun törtüyü uyğun gəlir qumluğa, bataqlığa, şoranlığa, çəmənliyə. Deməli, baxın, 3-dür, 5-dir, 6-dır qumluq, bunlar yanlışdır. Qurun törtüyünü təsvir edən şərti işarələrdən deyil çünki deyir. Baxın, deyil kolluq, deyil meyvə bağı, deyil seyrək meşə. 1, 2 və 4. Düzgün cavab 4-cü sualda D. 5-ci sualda qeyd olunur ki, hansı horst Şərqi Afrika sınma zonasında yerləşir? Biz bilirik ki, geosinknallarda deməli, horst və əksinə platforma ərazilərində, qədim sahələrdə horst və qrabenlər yerləşir. Geosinknallarda isə antiklinal və sinklinallar yerləşir. Horst qalxmalar deməkdir, qrabenlər enmələr. Şərqi Afrika sınma zonasında biz qeyd edirik ki, dünyanın ən böyük horsu olan Rwenzori horsu yerləşir. Aydındır. Rwenzori horsu dünyanın ən böyük horsudur və Şərqi Afrika sınma zonasında yerləşir. Bunu yadınızda saxlayın. 6-cı sualda qeyd olunur ki, sxemə əsasən B nöqtəsində havanın temperaturu 3 dərəcə olarsa, baxırıq, baxın, B-də 3. A nöqtəsində havanın temperaturunu, B nöqtəsində isə atmosfer təzyiqini. Gəlin birinci kəsmə yüksəkliyi tapaq. 450, 1350. Çıxarıq, qalar 900. Aralarında bir horizontal olduğu üçün bunu da bölərik 2-yə. Deməli, kəsmə yüksəkliyimiz 450-dir. Baxın, 450, daha sonra olacaq 900, daha sonra olur 1350. 1350-nin də üzərinə deməli, gəlməliyik neçəni? 450-ni hesablayaq. Bu da edəcək 1800. Deməli, bu horizontal 1800. A horizontalı da olacaq. Üzərinə də 450 gəldiyimiz zaman 2250. Deməli, A horizontalımızın yerləşdiyi hündürlük 2250 metrdə yerləşir. Aydındırmı? Aha, gəlin indi bizə verilən əlamətlərə əsasən sualımızı cavablandıraq. A nöqtəsində havanın temperaturunu. Baxın, B-də temperatur 3 dərəcədir. B 900 metrdədir, A 2250 metrdədir. Deməli, bunların fərqini tapmalıyıq. 2250-dən 900-ü çıxarıq. Deməli, 2250-dən çıxarıq 900-ü. Bu edər 1350. 1350. İndi 1350-nin neçə dərəcə olduğunu tapmalıyıq. 1350-nin neçə dərəcə olduğunu tapmaq üçün vurarıq 6-ya və bölərik 1000-ə. Bu da edər 8,1 dərəcə. Deməli, bu iki horizontal arasındakı fərq olacaq 8,1 dərəcə. Və biz qeyd edirik ki, əgər bu B nöqtəsində 3 dərəcədirsə temperatur, A nöqtəsi ondan 8,1 dərəcə fərqdə yerləşir. Düzdürmü? Deməli, biz 3 dərəcədən 8,1-i çıxarıq. 3 dərəcədən 8,1-i çıxdığımız zaman edəcək -5,1. Deməli, A nöqtəsində temperaturumuz olacaq nə qədər? -5,1. Baxın, ya C variantı olacaq, ya da Y variantı. İndi atmosfer təzyiqini tapaq. Qeyd olunur ki, B nöqtəsində atmosfer təzyiqini hesablayın. Baxın, B nöqtəsi 900 metrdədir. Biz bilirik ki, okean səviyyəsində 0 metrdən normal atmosfer təzyiqi 760 mm civə sütununu təşkil edir. Və 9 metr qalxırıqsa, bunu bölərik 10-a, 90 mm civə sütunu atmosfer təzyiqi aşağı düşür. Deməli, 760-dan 90-ı çıxarıq. Atmosfer təzyiqini tapmaq üçün B nöqtəsində. Bu da edəcək nə qədər? Bu da edəcək nə qədər? 670 mm. Aydın oldu mu? Düzgün cavab olacaq C bəndi. Yetərincə sadə, rahat və maraqlı sualdır. Keçək 7-ci suala. Qeyd olunur ki, Günəş 10 dərəcə şimal enliyində zenitdə olanda hansı coğrafi enlikdə qütb gündüzü deyil? Biz əsasən, baxın, bunun ən rahat yolu bilirsiniz nədir?
10 dərəcə şimal enliyinə ən yaxın olan enliyi götürməliyik. Yəni, baxın, 75 dərəcə şimal enliyi. Ən yaxın olan. İndi bunu necə edirik? 10 dərəcə şimal enliyində günəş zenitdə olsa, qütb gecələri hardan başlayır? Cənub yarımkürəsində. Necə taparıq 0 dərəcə bucaqla günəşin düşdüyü ərazini? 90-dan onu çıxarıq 80. Deməli, 80 cənub enliyindən cənubda, yəni 90 cənub enliyinə kimi qütb gecələridir. Qütb gündüzlərdə bunun əksi 80 şimal enliyindən şimalda. Baxın, bu vəziyyətdə olar qütb gündüzləri. Yəni, baxın, A, C, B, D bu ərazilərdə qütb gündüzləri olar. 80 şimal enliyindən şimal qütbünə kimi. 75 şimal enliyində isə qütb gündüzləri müşahidə olunmaz. Düzgün cavab 7-də Y bəndi. 8-də qeyd olunur ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Baxaq, bir əqiqdir şərti işarə, dolomit, neyrəm yanlış. 2. Baxın, bu işarə dolomitin işarəsidir. Amma seolit ağdaq verilib. Bu da yanlış. Kükürt kolçedanı, bəli, toğanalı düzdür. Kvars qumu Hacıvəli, bəli, düzdür. Barıt çovdarı, səhvdir, barıtın işarəsi bu deyil. Civə, Gilgəsçay, bəli. Civə yataqları Laçında və Kəlbəcərdə, Ağyataq, Şorbulaq, Lövçay, deməli, Laçında isə Gilgəsçay və Narzanlı yataqları yerləşirdi. Deməli, düzgün cavab olacaq 3, 4 və 6. 1, 2, 5 isə olacaq yanlış variantlar. 8-ci sualın düzgün cavabı olacaq A bəndi. 9-cu sualda qeyd olunur ki, yerin xəyali oxu orbit müstəvisinə neçə dərəcə meyilli olsaydı, Avstraliya materikində günəş zenitdə olmazdı. Baxın, biz yenə burada 90 dərəcəyə ən yaxın olanı götürməliyik. 83-ü. 83 dərəcə olsaydı meyillilik, 90-dan 83-ü çıxardıq, düşərdi 7 dərəcəyə və 7 dərəcədə Avstraliyanı kəsmir. Amma bax, digərlərini yoxlasaq, 70-i götürsək 20 dərəcə eləyir, bu kəsər. 75-i götürsək 15 dərəcə, 60-ı götürsək 30, 64-ü götürsək 26 dərəcə. Və bunların hamısı Avstraliya materikini kəsir. Aydındırmı? Bunun ən rahat yolu budur. Biz yoxlayırıq hər birini və baxırıq hansı ekvatora daha yaxındırsa, deməli bu Avstraliyadan uzaqdır. Avstraliya materikini kəsmir həmin paralel. Kəsmirsə, deməli günəş Avstraliyada zenitdə olmazdı. Düzgün cavab 9-cu sualda olacaq A bəndi. Onda qeyd olunur ki, hansı kartoqrafik təsvirdə miqyas daha kiçikdir? Hansı ərazi daha böyükdürsə, onun miqyası daha kiçik olacaq. Baxın, biz müqayisə etsək, Şirvanşəhərlərin iqtisadi rayonu, Cənubi Amerika, Türkmənistan, Samır Dəvəçi fiziki coğrafi rayonu, Hadrus qəsəbəsi. Burada sahəsi ən böyük olan Cənubi Amerika materikinin fiziki xəritəsi olacaq. Deməli, ən kiçik miqyas bu olacaq. Çünki burada ümumiləşdirmə generalizasiya daha çoxdur. Miqyas ən böyük olacaq, sahəsi ən kiçik olanda. Baxın, məsələn, Hadrutun planında. Aydındır. Deməli, miqyas daha kiçikdir. Sualına düzgün cavabı biz B, sahəsi ən böyük olanı götürməliyik. 10-cu sualın düzgün cavabı bəndi B olacaq. 11-ci sualda qeyd olunur ki, sxemə əsasən M nöqtəsindən hərəkətə başlayan səyyah, daha doğrusu təyyarə 6105 km məsafə qət edərək N nöqtəsinə çatmışdır. Ekvator üzərində. Gəlin hesablayaq görək 6105 kilometr neçə dərəcəyə bərabərdir ekvator üzərində. 6105-i bölərik 111-ə. Bu da edəcək 55 dərəcə. Aydındırmı? Deməli, bu iki məntəqə arasında, N və M məntəqələr arasında 55 dərəcə fərq var. Bu məsafə K nöqtəsindən hərəkətə başlayıb, L nöqtəsinə çatan təyyarənin qət etdiyi məsafədən neçə kilometr çoxdur? Baxın, K və L 40 dərəcəli şimal enliyində yerləşirlər. Deməli, burada 1 dərəcəlik paralelin uzunluğu 85,4 olacaq. Aydındırmı? Və biz ümumi olaraq 55 dərəcəni tapmaq üçün nə edərik? Vurarıq 85,4-ə. Bu da edəcək 4697 kilometr. Ekvator üzərində nə qədər idi? 6105 kilometr və biz 6000
105 kilometrdən 4697 kilometri çıxarıq. Bu da edəcək, deməli, 1408 kilometr. Yəni D variantı. Aydın oldu mu necə etdik? Birinci NM-in 6105 kilometr əsasən dərəcəsini tapdıq. Sonra KL-in üzərinə qoyub 55 dərəcəyə vurduq 85,4-ü və bu iki məsafənin fərqini tapmaqla sualımızın düzgün cavabını tapmış olduq. Keçək 12-ci suala. Hansı metamorfik suxur maqmatik suxurlardan çevrilmişdir? Qneys. Baxın elə qneys. Qneys qranitdən çevrilib və bu da maqmatik suxurdur. Kvarsit. Baxın, qum daşı kvarsitə çevrilir, çökmə. Gil-gilli şistə çevrilir, çökmə. Əhəng daşı mərmərə, qrafit almasa, bunların heç biri maqmatik suxurdan çevrilməyib. Qneys isə maqmatik suxurdan çevrilib. 13. Araz çayı hansı düzlər arasında sərhəd təşkil edir? Araz çayı Mil və Muğan düzləri arasında sərhəd təşkil edəcək. Baxın, B variantı. 14. Xəritə sxemə əsasən yüksək təzyiq sahələrində yerləşən ərazi. Baxın, biz qeyd edirdik ki, ekvator alçaq təzyiq, tropiklər yüksək təzyiq, mülayimlər alçaq təzyiq, qütblər yüksək təzyiqdə yerləşir. Yəni, 4 yüksək təzyiq, 3 alçaq təzyiq. İndi baxaq. Baxın, 1-4, yəni mülayim, 2-5, yəni ekvator. Bunlar alçaq təzyiqdə olacaq. Amma baxın, 3, böyük səhra, tropik ərazi, bura olacaq yüksək təzyiq. Düzgün cavab 14-cü sualda C. Keçək 15-ə. Temperaturu 0 dərəcə olan 1 metr kub havanın nisbi rütubətliliyi 90% olarsa, 2 metr kub havanın doyması üçün nə qədər su buxarı çatışmır? 0 dərəcə temperaturda 1 metr kub havanın doyması üçün 5 qram su buxarı tələb olunur. Baxın, 1 metr kub havanın nisbi rütubəti 90%. Və bizə qeyd olunur ki, 2 metr kub havanın doyması üçün 1 metr kub 5 qramdırsa, 2 metr kub olacaq 10 qram. Düzdürmü? Və biz bu 10 qramı yazarıq 100%. Tənasübümüzdə. Burada nisbi rütubət 100% olar. 90%də isə x-dir. İndi biz bu tənasübü həll edərik. Onu 90-a vurub 100-ə bölsək, 9 100-ə böləndə 9. X bərabərdir 9 qram. Düzdürmü? Və bizə deyir ki, havanın doyması üçün nə qədər su buxarı çatışmır. Havanın doyması üçün nə qədər su buxarı lazımdır? Baxın, 10 qram. Bizdə nə qədər var? 9 qram. Nə qədər çatışmayacaq? Təbii ki, 1 qram. Yəni, B bəndi. Aydındır. Keçək 16-cı suala. Sublimasiya prosesi nəticəsində yaranmış. Sublimasiya nəticəsində əsasən donmuş halda olan doludur, sırsıradır, qrovdur, qardır. Bu proseslər yaranacaq. Yağış və duman isə sublimasiya yox, kondensasiya nəticəsində yaranacaq. Deməli, düzgün cavab 16-da olacaq Y. Kordilyer dağlarında yerləşən plato və yaylalardan deyil. Meksika Kordilyerdə, Böyük Hövzə Kordilyerdə, Kolorado Kordilyerdə, Kolumbiya Kordilyerdə yerləşir. Patagoniya bəsərdə yerləşirdi. Cənubi Amerikanın cənubunda, Ant dağlarında. 17-ci sualın düzgün cavabı olacaq Y bəndi. 18-ci sualda qeyd olunur ki, xəritələrdə çayların axın istiqaməti hansı təsvir üsulu ilə göstərilir? Xəritələrin axın istiqaməti idi, nəqliyyat yolları idi, səyyahların getdiyi hərəkət yolları idi. Bu düz xətlə olan istiqamət bildirən ərazilər hərəkət xətləri üsulu ilə. Yəni, biz bunu şərti işarələrlə bağlasaq, xətti şərti işarələrlə, zolaq şəklində uzanan, deməli, şərti işarələrlə bağlıdır. Deməli, 18-ci sualın düzgün cavabı olacaq C. 19-da isə qeyd olunur. Avrasiya materikinin yerləşdiyi işıqlanma qurşaqlarından deyil. Şimal mülayimdə yerləşir. Şimal qütbdə də yerləşər, tropikdə də. Baxın, cənub mülayim və cənub qütb işıqlanma qurşaqlarında Avrasiya materiki yerləşməyəcək. 3 və 4. Düzgün cavab 19-cu sualda D. 20-ci sualda qeyd olunur ki, 40 dərəcəlik paralel çevrəsi ilə 50 dərəcəlik paralel çevrəsinin uzunluqları arasındakı fərq 4932 km olarsa, 50 dərəcəlik paralel çevrəsinin uzunluğunu hesablayın.
Baxın, bizə burada məhsul bir şey verib. Biz nə 40 dərəcəlik paralel çevrəsinin ümumi uzunluğunu bilirik, nə 50 dərəcəlik. Bizə deyir ki, 50 dərəcəlik paralel çevrəsinin ümumi uzunluğunu tapın. Bizə burada bir şey verib. Bu iki paralel çevrəsinin uzunluğu arasındakı fərq 4932 kilometrdir. Biz burada nəyi tapa bilərik? Biz bilirik ki, Bakı şəhəri 40 dərəcəlik paralel çevrəsi üzərində yerləşir. Və buna görə bizim yadımızda qalıb ki, 40 dərəcəlik paralel üzərində 1 dərəcəlik qövsün uzunluğu nə qədər idi? 85,4 kilometr. Biz buna əsasən ümumi paralel çevrəsinin uzunluğunu tapa bilərik. Bəli, tapa bilərik. Necə taparıq? Bunu 360-a vurmaqla. Çünki 1 dərəcə 85,4-dürsə, bəs 360 dərəcə, yəni ümumi paralel çevrəsinin uzunluğu nə qədər olar? 360-ı 85,4-ə vursaq, edəcək 30.744. Bu şifahi yadda qalan bir şeydir. Yadda saxlayın bunu. Bakı şəhərinin, yəni 40 dərəcəlik paralel çevrəsinin ümumi uzunluğu 30.744 kilometrdir. Deməli, 40 dərəcəlik paralel çevrəsinin uzunluğunu tapdıq. Bizə deyir ki, 50 dərəcəlik paralel çevrəsinin uzunluğunu hesablayın. Bunların arasındakı fərq də 4932 kilometrdir. Nə edərik? 30.744 kilometrdən 4932 kilometri çıxarıq. Aydındır. Bu da edəcək 25.812 kilometr. 20-ci sualın düzgün cavabı A bəndi olacaq. 21-ci sualda qeyd olunur ki, hansı dağ silsiləsi ölkəmizin sərhədləri boyunca yerləşməyib? Aha, yerləşməyib. Baxaq, Şahdağ Ermənistanla sərhəddə yerləşir. Beni saxlayaq. Şərqi Göyçə həmçinin Ermənistanla, Dərələyəs həmçinin Naxçıvan Ermənistan, Talış həmçinin Azərbaycan İrandır. Baxın, Qovdağ, Xocaşən, Qarabağ. Bunlar heç bir ölkə ilə sərhədimizdə yerləşmir. 21-ci sualın düzgün cavabı B. 22-ci sualda qeyd olunur ki, sxemə əsasən hansı düzənlikdə yay fəslinin olduğunu müəyyən edin. Biz sxemə baxsaq görə bilərik ki, şimal yarımkürəsində gecələr uzun, cənub yarımkürəsində isə daha gecələr qısa, gündüzlər uzundur. Yəni, bu olacaq, daha doğrusu, bax, biz sxemdən müəyyən edə bilərik ki, şimal ərazilərində qütb gecələri, cənubda isə qütb gündüzləri müşahidə edilir. Yəni, günəş cənub tropikinin üzərində zenitdədir, yəni qış gün dönümü günüdür. Cənub yarımkürəsində yay fəslidir, şimal yarımkürəsində isə qış fəslidir. Yay fəslinin olduğu düzənliyi müəyyən edin. Aşağı Dunay ovalığı şimal yarımkürəsindədir, qış olar. Missisipidə həmçinin, Qərbi Sibirdə, Hind-Qarıda həmçinin. La Plata ovalığı isə Cənubi Amerikanın cənubunda yerləşir və bura həmçinin tropik xəttinin kəsdiyi ərazidir. Burada olacaq yay fəsli. Qapalı sualları bitirdik. Gəlin indi keçək açıq tipli suallara. Doğru olmayan fikirləri seçin. Lava sıyıq olduqda vulkanın yamacları dik olur. Xeyr, baxın, lava sıyıq olduqda vulkanın yamacları az meyilli, qatı olduqda yamacları dik olur. Deməli, bu yanlışdır, götürərik. Dünyanın ən hündür fəaliyyətdə olan və sönmüş vulkanları Ant dağlarında yerləşir. Bəli, həm Liliyaylako, həm də Çimboraso Ant dağlarındadır. Bu doğru olduğu üçün götürməliyik. Vulkanların forması püskürülən lavanın tərkibindən asılıdır. Bəli, elə sıyıq və qatı olmasından. Vulkan konusunun təpəsindəki çökəklik krater adlanır. Bəli, daha böyük olsa kaldera adlanır. Bu da düzgün. Lava qatı olduqda vulkanın yamacları az meyilli olar. Xeyr, daha çox meyilli olar, yəni dik olar. Baxın, 1, 5 və ikisi də bir-birinə uyğun vulkanların formasına əsasən, tərkibinə əsasən qeyd olunur. Baxın, bir daha qeyd edirəm. Lava qatı olduqda vulkan yamacları dik, lava sıyıq olduqda isə vulkan yamacları daha necə olur? Az meyilli. 23-cü sualın düzgün cavabı olacaq 1 və 5. 24-cü sualda qeyd olunur ki, Afrika litosfer tavası ilə həmsərhəd olan tavaları müəyyən edin. Hind-Avstraliya həmsərhəddir, Ərəbistan həmsərhəddir, Karib həmsərhəd deyil, Kokos həmsərhəd deyil, Sakit Okean həmsərhəd deyil, Şimali Amerikada həmsərhəddir. Baxın, 1, 2 və 6. 24-cü sualın düzgün cavabı olacaq 1, 2, 6. Bu, dərsliklərdə litosfer tavaları bölməsində litosfer tavalarının
xəritəsi var. Siz orada baxa bilərsiniz hansı litosfer tavaları, hansı litosfer tavaları ilə həmsərhəddir və yaxud həmsərhəd deyil. 25-ci sualda qeyd olunur ki, 22 iyunda Cənubi yarımkürəsində günorta vaxtı şaqili bastırılmış dirəyin kölgəsinin uzunluğunun dirəyin öz uzunluğuna bərabər olduğu coğrafi enliyin dərəcə qiymətini hesablayın. Bu sual artıq sınaqlarda 3-cü dəfədir qarşımıza çıxır. Biz demişdik, bu günəşin 45 dərəcə bucaqla düşdüyü enliyə uyğundur. Və burada bizə deyir Cənub yarımkürəsində 22 iyunda günəş olur 23,5 şimal enliyində zenitdə. Günəş Cənub yarımkürəsində hansı məntəqəyə 45 dərəcə bucaqla düşər? Necə hesablayarıq fərqli yarımkürələrdə olanda? 90 çıxılsın günəşin zenitdə olduğu məntəqə ilə günəşin deməli düşmə bucağı. Yəni toplansın. 23,5 toplansın 45. Bu da edər 68,5. Baxın, düsturumuz belə idi. Fərqli yarımkürədə olanda toplayırdıq, eyni yarımkürədə olanda çıxırdıq və 90-dan da çıxarıq 68,5-i. Bu da edəcək 21,5. Aydın oldu. Deməli, 25-ci sualın düzgün cavabı olacaq 21,5. Keçək 26-cı suala. Yerin planetar inkişaf mərhələsinə aid deyil. Biz bilirik ki, yerin planetar və geoloji inkişaf mərhələləri ayrılır. Planetar inkişaf mərhələsi daha əvvəl başlayıb, yerin planet kimi formalaşmasını əhatə edir. 2,5 milyard il davam edib. Daha sonra isə geoloji mərhələ gəlir. Bu daha uzun müddət davam edib və yer planetində artıq dağlar, düzənliklər və geoloji mərhələnin deməli sonlarına yaxın isə insanın yaranması ilə baş verir. Yəni hazırda da geoloji mərhələ davam edir. Təxminən 4,5 milyard il geoloji mərhələnin davam etmə müddətidir. Qeyd olunur ki, planetar inkişaf mərhələsinə aid deyil. Su buxarının kütləvi şəkildə kondensasiyaya məruz qalması ilə güclü yağışlar yağmış və pantalas yaranmışdır. Bəli, bu planetar inkişaf mərhələsinə aiddir. Atmosferin yaranması və planetar inkişafın sonunda pantalasın yaranması. Bu aid olduğu üçün götürməliyik, çünki bizə aid olmayanları deyir. 2,5 milyard il davam etmişdir. Bu da aiddir. Pangeya, Lavrasiya və Gondwana qurlarına parçalanmışdır. Bu baş verdi geoloji erada, yəni deməli Paleozoy erasında. Deməli, bu planetar inkişaf mərhələsinə aid deyil. Tetz okeanı parçalandı Kaynazoyda, yəni geoloji erada. Bu da aid deyil. Kütləvi vulkan püskürmələri baş verdi planetar inkişaf mərhələsində, amma Kriptozoy, Fanerozoy eonları geoloji erada bölünür. Onun üçün bu da planetar inkişaf mərhələsinə aid olmayacaq. Deməli, 26-cı sualın düzgün cavabı, yəni yerin planetar inkişaf mərhələsinə aid olmayan variantlar olacaq 3, 4 və 6. 27-ci sualda qeyd olunur. Fərqli və oxşar cəhətləri Euler-Venn diaqramının köməyi ilə müəyyən edin. Avstraliya materiki və Cənubi Amerika materiki. Geoloji keçmişdə qədim Gondwananın tərkib hissəsi olmuşdur. Hər ikisi. Biz bilirik, Cənub materikləri Gondwananın, şimal materikləri isə Lavrasiyanın tərkib hissəsi olmuşdur. Daimi buzlaqlar mövcud deyil Avstraliyada. Çünki burada böyük su ayrıcı dağları yerləşir. Bunların da maksimal hündürlüyü Kostiyushka zirvəsində 2228 kilometrdir. Və burada daimi buzlaq yaranmır. Amma Cənubi Amerikada Ant dağları 6000 metrdən yüksək, hətta ən yüksək zirvəsi Aconcagua 7000 metrə çatır, 6960 metr. Burada isə daimi buzlaqlar mövcuddur. Ən alçaq nöqtəsi Afrikanın ən alçaq nöqtəsindən hündürdə yerləşir. Hər iki materikdə. Baxın, çünki Afrikada ən alçaq nöqtə Assal gölünün səviyyəsidir, -155 metr. Bu, Avstraliyada Eyer gölüdür, -16 metr. Cənubi Amerikada isə Valdes yarımadasıdır, -42 metr. Deməli, bu da hər ikisinə aid olacaq. Həm şimal, həm cənub passat küləklərinin təsirinə məruz qalır. Bu, Cənubi Amerika olacaq. Şimal passat küləkləri çünki Avstraliyaya təsir etməz. İki okeanla əhatə olunur və iki yarımkürədə yerləşir.
Düzdür, hər iki materik iki okeanla əhatə olunub, amma iki yarımkürədə yerləşmək Avstraliyaya aiddir. Çünki Cənubi Amerika 3 yarımkürədə, şimal, cənub və qərb yarımkürələrində yerləşir. Deməli, 1 olacaq B və Y, 2 olacaq D, 3 olacaq A və C. Açıq tipli sualları bitirdik. Keçək indi situasiya üzrə olan tapşırıqlara. Qeyd olunur ki, Bakıdan cənub istiqamətdə hərəkətə başlayan səyyahın çatdığı M məntəqəsi ilə cənub tropik xətti arasındakı ən qısa məsafə 4828,5 kilometrdir. Şimal yarımkürəsində yerləşən bu məntəqədə günəş il ərzində əsasən üfüqün cənub tərəfində görünsə də, qısa müddət üfüqün şimal tərəfində də görünür. İndi gəlin bu enliyin hansı enliyə uyğun gəldiyini tapaq. Bakıdan cənub istiqamətindədir. Baxın, 40 dərəcə şimal enliyindən cənubdadır. M məntəqəsi və cənub tropik xətti ilə arasında 4828,5 kilometr var. Baxın, bu ekvator olsun 0 dərəcə. Bu da olsun cənub tropiki xətti 23,5 dərəcə. Biz ilk öncə 4828,5 kilometrin neçə dərəcə olduğunu tapaq. 4828,5-i bölək 111-ə. Bu edər 43,5 dərəcə. Deməli, cənub tropiki ilə arasında 43,5 dərəcə var. Yəni 43,5-dən çıxarıq 23,5-i. Bu da edər 20 dərəcə. Deməli, biz 40 dərəcə şimal enliyindən 20 dərəcə cənuba, yəni 2220 kilometr gəlmişik 20 dərəcə şimal enliyinə. Və 20 dərəcə şimal enliyindən cənub tropikinə qədər olan məsafəmiz 4828,5 kilometrdir. Aydınmı? Yəni 43,5 dərəcə. İndi biz buna əsasən verilən tapşırıqların düzgün cavabını tapmalıyıq. 28-də qeyd olunur ki, M məntəqəsi ilə Bakı şəhəri arasındakı ən qısa məsafəni M məntəqəsi oldu 20 dərəcədə. Bakı şəhəri ilə arasında olacaq 20 dərəcə fərq. Bunda meridian üzərində 1 dərəcə 111 kilometr olduğu üçün 111-ə vurarıq. Edər 2220 kilometr. Aydındırmı? Deməli, baxın 1 oldu 2220 kilometr. İndi 2-yə baxaq. Qeyd olunur ki, bu məntəqənin hansı materikdə yerləşdiyini tapın. 20 dərəcə şimal enliyi də yerləşəcək Avstraliya materikində. Daha doğrusu üzr istəyirəm, Avrasiya materikində. Aydın oldu. Deməli, 28-ci sualın düzgün cavabı olacaq 2220 kilometr və Avrasiya. 29-da qeyd olunur ki, M məntəqəsində günəşin il ərzində üfüqün həm şimal, həm cənub tərəfində görünməsinin səbəbini yazın. Çünki M məntəqəsi 20 şimal enliyində yerləşir və bu məntəqədə günəş həm 23,5 şimal enliyində yerləşəndə onun şimalında, digər vaxtlarda isə cənubunda olur. Deməli, bunun səbəbi olacaq M məntəqəsinin tropik işıqlanma qurşağında yerləşməsi. Bax, birinci olacaq tropik işıqlanma qurşağında yerləşməsi. 2-də qeyd olunur, yay gündönümündə günorta vaxtı bu məntəqəyə günəşin düşmə bucağını hesablayın. Yay gündönümündə günəş 23,5 şimal enliyində olur. 20 dərəcəyə neçə dərəcə bucaqla düşər? Eyni yarımkürədə olduğu üçün 23,5-dən 20-ni çıxarıq. Edər 3,5 və 90-dan da 3,5-i çıxarıq. Günəş düşər 86,5 dərəcə bucaqla. Aydın oldu mu? Keçək 30-cu suala. Qeyd olunur ki, M məntəqəsinin yerləşdiyi saat qurşağında. M məntəqəsi qeyd etdiyi ki, yerləşir. Deməli, baxaq bir daha. Bakıdan deyirsə, deməli, Bakı ilə eyni uzunluqda. 50 şərq uzunluğunda. Saat qurşağı olacaq 3-cü saat qurşağı. Bakının yerləşdiyi, Azərbaycanın yerləşdiyi saat qurşağı ilə eyni. London şəhəri ilə arasındakı fərq olacaq 50 dərəcə. 50 dərəcəni də biz çevirsək saata, 45 dərəcə edəcək 3 saat, 5 dərəcədə 20 dəqiqə. Yəni elə Bakı ilə London arasında olan vaxt fərqi.
Aydındırmı? 3 saat 20 dəqiqə. 30-cu sualın düzgün cavabı 3-cü saat uşağı və 3 saat 20 dəqiqə. İzahımız bu qədər. Dinlədiyiniz üçün, izlədiyiniz üçün təşəkkür edirəm.